Bugün Azərbaycan Premyer Liqasının ilk turunda Neftçi Sumqayıtın qonağı olacaq. Avropaya erkən vəda edən Ağqaralar 2 yeni transferindən heyətlərini gücləndiriblər. Düz futboldasız. Alen Şkribeklə birlikdə Mallorcanın 23 yaşlı sağ cinah vingeri Daniel Luna da tezliklə komandaya qoşularaq İmad Farajın ayrılığını hiss etdirməməyə çalışacaq. Səbaili keçən Mehdi Cənnatovun yerinə Sumqayıta Portuqaliya 3-cü liqasından Reims gəlib. Braziliya 4-cü liqasından da hücuma meyilli mərkəz yarım müdafiəçisi Lucas Black və mərkəz hücumçusu mövqeyinə Braziliyanın 3-cü liqasından Rem transferi olundu. Sumqayıt 31 yaşlı Braziliyanın 31-ci klubudur. Ya skautlar çox daxili, ya da qapısı Reimslə eyni komandada çalışmış, yeni təyin olunan baş məşqçi Felipe Candido oyuncu menecerləri ilə yaxşı alver eləyir. Sabahın 3-cü heyəti də kəpəzi udmağa bəs eləyər demişdi. İndi də Neftçinin ölüsü bu Sumqayıta 3 top vurmalıdır. Bacarmasa verini duyub, yavaş-yavaş kreditini dolduracaq. 4 böyüklərin 3-ünün biləyini bükdülər. Sıra Beşiktaşdadır. Vincenzo İtaliyano komandaya gələndən sonra 4 oyuna 4 qələbə qazanıb. Nəhayət ki, uzun fasilədən sonra Avropada Beşiktaş rüzgarı əsməyə başlayır. Liqaya da daşımaq lazımdır. Əsl fürsətdir. Qara Qartal Beşiktaş Parkda Eyüpsporu qəbul edəcək. Zədəli Calonun əvəzinə Aqbadunun başlaması ehtimaldır. Yanında da Emirhan Topçu start heyətdə olacaq. Meydana çıxdığı ilk oyunda qırmızı vərəqə görən Qasım bugün Rıdvanın əvəzinə ilk 11-də ola bilər. Vlahovicin oynamağı gözlənilmir. Trossard da dəyişiklik olmasa ehtiyatdan başlayacaq. Onsuz da yerli Messimiz İlham Fakılı var. Sağda hələlik Çexiyalıdır, amma bərk durur. Belçika ilə dünya çempionatında hoqqa verən Luke Bakio, 22 yaşlı Carlos Forbes ya da çox az ehtimal verirəm, amma gəlsə kuboku indidən verin Beşiktaşa. Bərk demirəm, eşidə Galatasaray alar. Brahim Diaz. Məndən olsa lap 40 dəqiqə danışmaya, amma heç dünənki 4 dəqiqəlik video kəşfiyyətə düşmədi. Qalan oyunları da dil yüzü toxunub, sabah onsuz da həftənin yekunları üçün təhlil videosu paylaşılacaq. YouTube'dan izləyə bilərsiniz. 5208 gün sonra Racing Santander La Liga'ya qayıdır. Villarreal isə yeni baş məşqçisi Inigo Perez'i bugün test edəcək. Bakı vaxtıyla saat 9-da isə Levante Espanyolun qonağı olacaq. Kataloniyalı İspanlar keçən mövsüm ilk turda Atletico Madrid üzərində qələbə ilə La Liga'ya start vermişdi və yekunda 11-ci yerdə tamamladılar ki, bu da 2018-2019 mövsümündən sonra ən uğurlu nəticələri idi. Inter Turkunu tanıyırsınız? Finlandiya klubunu deyirəm. Tanımayanlara da Başakşehir tanıtdı. 2 mövsümdür Avropada yaman biabırçılıq eləyirlər. Bizim vaxtla 8-də liqanın bərk komandalarından olan Kocaelisporu qəbul edəcəklər. Beşiktaşın oyunu ilə paralel Ərzurumlu Dadaşlar da səfərə gedirlər. Adını çəkmək istəmədiyim komanda ilə oyunları var. Uğurlar Nəriman qollarını gözləyir. Şəfa siftəsini Sadıqovun zirəsi ilə eləyir. 14 nəfəri göndərib yerinə 16 nəfər alıblar. Bakı derbisində daş saxlasın 100 nəfər olsa, video çəkib komandaları təbrik eləyəcəm.